Mingəçevir şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkəsi üzrə işlər davam edir. Şəhərdə su şəbəkə və qurğularının yenidən qurulması işləri aparılıb. Bu məqsədlə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir su təmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Əhaliyə verilən su təmizləyici qurğuda 28 sayda qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış 3 sayda nasos aqreqat vasitəsilə 820 mm-lik boru ilə mərkəzi su anbarına ötürülür. Mərkəzi su anbarında depolanmış su tələbata uyğun olaraq 1000 mm-lik çıxış xətti vasitəsilə öz axınlı rejimində şəhərin su təchizatı şəbəkəsinə verilir. Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılaraq abonentlərin istifadəsinə verilib. Kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri isə davam edir. Mingəçevir şəhər ərazisində su və kanalizasiya xəttlərinin yenidən qurulması layihəsi dövlət proqramına uyğun olaraq icra olunur. Su xəttlərinin yenidən qurulması layihəsi tam olaraq icra olunmuş, kanalizasiya xəttlərinin yenidən qurulması layihəsi mərhələli şəkildə icra olunur. Hal-hazırda Nərimanov prospektində bu işlər davam elətdirilir. Layihəyə uyğun olaraq 250 km kanalizasiya xəttinin 210 km, yəni 84% icra olunmuşdur. Şəhər ərazisində 250-yə yaxın yüksək mərtəbəli yaşayış evləri və 7000-ə yaxın fərdi yaşayış evləri yeni şəbəkəyə qoşularaq vətəndaşların istifadəsinə verilmişdir. Mərkəzi su anbarından yüksək ərazidə yerləşən istehlakçıları su ilə təmin etmək üçün su anbarında quraşdırılmış 2 nasos aqreqatı istismar edilir. Zərurət yarandıqda suyun istehlakçılara çatdırılması üçün idarə tərəfindən 3 sayda məhəllə daxili su nasos stansiyasından da istifadə olunur. Hazırda idarənin abonent bazasında 33500 abonent qeydiyyatdadır. Abonentlərin sayğaçlaşma səviyyəsi isə 96,7% təşkil edir. Şəhərin kanalizasiya şəbəkəsi üzrə idarənin istismarında 2 məhəllə daxili tullantı su təmizləyici qurğu və 8 kanalizasiya nasos stansiyası var. Layihə üzrə şəhərdə 3 yeni kanalizasiya nasos stansiyası tikilib və istismara verilib. Bir nasos stansiyanın tikintisi başa çatdırılıb. Şəhərin su təchizatı Mingəçevir su anbarından xam su sutkada 55 min kubmetr istehsal gücü olan su filtrlərinə ötürülür. Su filtrlərində su təmizlənərək nasoslar vasitəsilə 10 min kubmetrli su anbarına ötürülür. Su anbarından özü axımı ilə vətəndaşların istifadəsinə verilir. Şəhərin 97% sağaçlaşma işləri aparılmışdır. Şəhərdə 24 saat fasiləsiz, dünya standartlarına uyğun olaraq su təminatı aparılır. Qeyd edək ki, Mingəçevir şəhər su kanal idarəsi Mingəçevir şəhəri ilə bərabər Yevlax rayonunun Havarlı, Hacısilli və Marzılı kəndlərinə də xidmət edir.